Heç kəsə zülm eləməyin, xahiş edirəm. Nə sözünüzlə, nə dilinizlə, nə əməlinizlə, cəmaatla işiniz olmasın. Birdən zarafat eləyərsən, ehtiyatsız, ürəyi sınar, həyata bəlalar gəlir. Ehtiyatlı olun adamlar. Biri bir zarafatı başa düşür, biri başa düşmür, birinin xasiyyəti belədir, birinin elədir. Ürəyini sındırmayın, haqqını yeməyin, borclu qalmayın. Mümkün qədər borc aldınız, vaxtında qaytarın, qaytara bilmirsiniz, üzr istəyin də telefonu söndürüb yoxa çıxmayın. Ehtiyac yoxdur, deyəsən ki, mən imkanım yoxdur. Bu hamısından yaxşıdır. Allahın xoşu gələr və inayət eləyər sənə. Əlbəttə, borc verən də gərək başa düşsün. Adam var, sıxıntıdadır, çətinlikdədir, ola bilər. Bir-birinə güzəşt eləyə, ürək sındırmaya, 5 günlük dünyadır, 5 manat pula görə insanlar öz neçə illik münasibətini ayaq altına qoymamalıdır. Çörək, duz çörək kəsdisə bir insan birindən hörmət eləməlidir axıra qədər. Qorumalıdır o münasibəti. Duz çörəyin dəyəri olmalıdır adamlar arasında. 5 manat pul söhbəti gələndən sonra hər şey pozulursa, bu çox böyük zəiflikdir insanlar üçün. Çalışın ürək sındırmayın, çalışın haqq götürməyin boynunuza. Cəmaatla ehtiyatlı olun.